ağlayan valideynlər, uşaqları məktəbə getməyə utanan o uşaqlar ki, o valideynlərinə o damğalar vurulmuşdu, evlərinə, o məktəblərə gedəməyən uşaqlar. Biz bunlarla bağlı müraciət edəndə bizi də ittiham edirdilər ki, siz casusları müdafiə edirsiniz. Amma biz casusluq müdafiə eləmirdik. Biz deyirdik ki, bu məsələlərə təkrar baxılsın. İnsanlar ağlayır, yalvarır, deyir ki, yenidən ədalətli baxılsın. Mənim özüm neçə dəfə bunu sübut eləməyə çalışmışam ki, siz nə danışırsınız? Mənim həyatım 19 yaşından ictimai siyasi həyatda olan insanam. Mən casusluq müdafiə eləməmişəm. Amma haqları müdafiə edirik. İndi bu adamlar çıxsınlar. O insanların valideynləri ki, onlar ürək ağrısı ilə insanlar içinə çıxa bilməyiblər. Onların evlatları məktəbə gedə bilməyib. Birincisi çıxsınlar televiziya ekranlarına necə çıxıb ittiham eləyirdilər ha, qabaqca. Bax, eləcə şəkildə də çıxsınlar. Oradan zəhmət çəksinlər, üzr istəsinlər. Çünki bütün Azərbaycan xalqının gözündə bu bəraət alan insanlarla bağlı məlumatlar belə gedir. Heç insanlarımızın çox xəbəri də yoxdur məlumatlardan ki, onlar bəraət alırlar. 2. O işgəncə verənlər. Onlar hardadılar? O işgəncə əmrini kim vermişdi? Bu adamları cəmiyyət görmək istəyir ki, bunlar ən ağır cəzanı alır. Bu müstəntiqlər, hardadır bu müstəntiqlər? Bu müstəntiqlər təkrar bu sistemdə çalışacaqsa, o zaman Azərbaycan xalqının hüquq mühafizə orqanlarına nə inam ola bilər?